Tanınmış alim Arif Acaloğlu'nun avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi başa çatıb. Məlumata görə Sabunçu rayon məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Azər Maqsudov 4 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hakim cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verib. Məlumat üçün bildirək ki, bu tip müəssisədə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənarda qalmağa icazə verilir. Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayon ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. Xatırladaq ki, tanınmış alim Arif Acaloğlu sabiq prezident mərhum Əbülfəz Elçibəyin müşaviri olub.